Salam, əziz və dəyərli dostlar. Hər birinizi uca Allahın salamı ilə salamlayıram. Yenə də huzurunuza mənəvi səyahət kitabı ilə gəldik. Kitablar dedik ki, bizim dostlarımız, həm söhbətlərimiz və həm də yoldaşlarımızdır. Bu dəfə mövzumuz müxtəlif yollarla bağlıdır. İnsan bu həyatda yaşayır, qarşısına müxtəlif yollar çıxır. Doğru yolla getmək isə onun öz seçimi və bu seçim üçün də təbii ki, Allahdan yardım istəməsinə ehtiyac vardır. Yol var ki, insanı haqqa götürür. Yol da var ki, insanı haqdan götürür. Yollar müxtəlifdir. Biz hər gün namazda Rəbbimizdən bizi sırat-əl müstəqim deyilən doğru yola yönəltməsini istəyirik. Demək ki, doğru yolla getməyimiz üçün Rəbbimizin yönəltməsinə və yardım etməsinə ehtiyac vardır. Rəbbimiz Quran-ı Kərimdə buyurur, biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor. Ayədə də bildirildiyi kimi, Rəbbimiz hər kəsi doğru yola yönəldir. Şükr etmək və ya küfr etmək isə bizim öhdəmizdə qalır. Əgər şükr etsək, Rəbbimiz üzərimizdə olan nemətlərini artırar, yox əgər nankorluq edib küfr etsək, Rəbbimiz bizi zəlalətə uğradar. Əziz dostlar, biz şükr edən qullardan olmaq istəyirik. Biz Rəbbimizə küfr edib nankor olan bəndələrdən olmaq istəmirik. Bunun üçün də Rəbbimiz bizə yol göstərdi. Bu yol hansı yoldur? Hidayət yoludur. Ayədə buyurulur ki, biz sizə hidayət yolunu göstərdik. İstərsiniz şükr edən olarsınız, istərsiniz küfr edən olarsınız. Əgər ki, o hidayət yolunda olmaq istəyiriksə, şükr edən qullardan olmaq istəyiriksə, Allahın bizə göstərdiyi yolla getmək məcburiyyətindəyik. O yol nədir? Allaha qul olmaq, Allaha bəndə olmaq, Allah istədiyi kimi həyat yaşamaqdır. Əgər belə olmarıqsa, Allaha küfr edən, Allaha nankorluq edən bəndələrdən olmuş olarıq ki, Allahın bizim etdiyimiz nə ibadətə ehtiyacı var, nə də olduğumuz doğru yolumuza ehtiyacı var. Nə üçün bizim doğru yolda olmağımızı istəyir? Çünki ehtiyaclı olan biz qullar, biz bəndələrik. Allaha əmanət olun, növbəti söhbətlərdə, verilişlərdə görüşmək ümidi ilə.